İyunun 18-də Azərbaycan Respublikası hökuməti ilə Maldiv Respublikası hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında saziş qüvvəyə minir. Saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Maldiv Respublikasının Xarici İşlər Naziri Abdullah Xəlil arasında keçirilmiş görüşdə imzalanıb. Müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinin 2024-cü il dekabrın 27-sində keçirilən iclasında müzakirə edilərək qəbul olunub. Daha sonra isə Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq edilib. Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaq vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişafı məqsədini daşıyır. Razılaşmaya əsasən tərəflərin etibarlı diplomatik və xidməti pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinə vizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriş tarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər.